Günəş panellərini quraşdırarkən əsasən 3 sistemdən istifadə olunur. Bilmək lazımdır sizə hansı sistem uyğundur? Off-grid, on-grid yoxsa hibrid? Göstərdiyim məhsullar hibrid sistemdir. Bizim əməkdaşlıq etdiyimiz Goodwill şirkətinin. Hibrid sistemin əsas üstünlüyü həm günəşdən elektrik enerjisini almasından bərabər bataryanı təmin edir, bataryanı depolayır, mənzili və yaxud obyekti elektrik enerjisini təmin edir, həm də şəbəkəyə geri satışını təmin edə bilir. Məsələn, on-grid sistemdə batarya depolana bilmir, off-grid sistemdə isə şəbəkəyə satış olunur. Hibrid sistemdə isə bunların hamısı bir yerdə mümkündür. Lityum bataryalara gəldikdə isə, lityum bataryalar 10 millisaniyəyə qoşula bilir. Əgər elektrik enerjisi kəsintisi olarsa və ya hava qara buludlu, çətin belə deyəm, enerji alması mümkün olduqda dərhal işə düşür 10 millisaniyəyə. Burada isə siz elektrik kəsintisini ümumiyyətlə hiss etmirsiniz. Və yaxud da ki, lityum batarya haqqında onu deyə bilərdim ki, lityum bataryaya verilən pul bir növ deyərdim batmır. Belə ki, hər gün günəşdən enerjini depolayıb sizə satır, sizin evinizi təmin edir. Bu isə o özü ona qoyulan investisiyanı çıxartmış olur. Bundan bərabər həm də sizin komfortunuzu təmin edir lityum bataryalar. Belə ki, şəbəkədən kəsinti zamanı 10 millisaniyəyə qoşulur və siz elektrik enerjisinin kəsintisini hiss etmirsiniz. Bu daha universal villa, bağ evləri, həyət evləri üçün daha deyərdim ki, məqsədə uyğundur, zəruridir quraşdırılması.